21 yanvar 2026-cı il səhər saat 09:10 -5 dərəcə şaxta 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı texnikası və işçi heyəti Şamaxı rayon Avaxıl kənd yolunu qardan təmizləyir, yola qum duz məhlulu səpir. Sahə rəisi Şahin Rəzəbov. ...21 yanvar 2026-cı il saat 10:30 gecə saatlarında əsən güclü külək nəticəsində Şamaxı rayon Əhmədli Hacı kənd yolu bağlanmışdır. Hal-hazırda 19 nömrəli xüsusi təyinatlı yol MMC-nin xüsusi təyinatlı texnikası vasitəsilə yol qardan təmizlənir. ...21 yanvar 2026-cı il saat 10:26 -3 dərəcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı rayonunda yerləşən 19 nömrəli xüsusi təyinatlı yol istismar idarəsinin xüsusi texnikası və işçi heyəti Şamaxı rayonunun Şəhrər qəsəbəsində və Kələxana kənd yollarında yolları qardan və buzdan təmizləyir. Yollarda buzlaşma müşahidə olunur, yola qum, duz qarışığı səpilir. Hal-hazır nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudiyyət yoxdur. Sahə rəisi Anar Hacıyev.